Kredit borcunuz var. Çok. Neye göre götürmüşsünüz? Böyle alışveriş kartı. Bak buraya yığınmaya temiz. Böyle burada bir yerim orada yüklen. Burada bir yerim orada yüklen. Temiz problem de. Azerbaycan'daki kredi şərtləri sizi qane edir, faizlər. Hayır. Çok yüksekti. Maşın almaq istəyirik, oğlum taksavatlıq eləmək üçün. Yox, çox yüksək faizinə veriblər. Kapital bankdan götürmüşük. Pensiya da almıram, sosial alıram. Var, nə olsun ki? Var. Nəyə görə götürmüşsünüz? Evimi tikməkdən ötürü. Var mı? O kadar. Hal-hazırda bugünkü gündə işləmirəm, ödəyə də bilmirəm. Bəs nə üçün götürmüşsünüz krediti? Krediti götürmüşdüm biraz özüm sağlamlığımla əlaqədar. Onda ki elə oldu ki, neysə sonra iş olmadı. Bir ara pandemiya dövründə elə bir işsiz oldum. Hal-hazırda ödəyə bilmədim. İndi də bugünkü gündə də banka borcum var, ödəyə bilmirəm. Faizlər xeyr. Heç vaxt. Kimə sərf eləyib ki, kredit şərtləri çox yüksəkdir, bankın faizləri çox yüksəkdir. Yəni yox, mümkün deyil. Bu dəqiqə əhalinin 99% banka borcu var. Mən tanıdığım, bildiklərim hal-hazırda bankı ödəyə bilmirlər. İşsizlikdir. Kredit borcunuz var hazırda. Xeyr, yoxum. Sizcə bəs insanlar krediti nə üçün götürür? Valla onu nə bilmək olar. Cəmiyyətdə hamının hər anın bir cür dərdi var. Ehtiyacı olan oranı bir çarə yeri bilir, gedir götürür. Tanıdıqlarımın hamısının kreditdə borcu var. Bəzilərini bilirəm ki, məsələn işlə bağlı götürür. Amma belə qalanların maraqlanmamışam. Elə götürüb ehtiyacı olub götürüb. Kredit şərtləri onlar qane edir, faizlər. Xeyr. Çoxlu faizlər. Hə. Kimi qan eləyir ki, Kredit şərtləri onlar qane edir, faizlər. Yox. Kapital ümumiyyətcə yox. Kapitalın faizi həddindən artıq çox. Və götürürlər, ödədikləri zaman geri qaytarmaq qeyri-mümkün olur. Ödədikləri məbləğdən də artığını qaytarırlar. Kredit borcu olmayan adam var indi.